qadın güclü olanda kişi üçün o maraqlı olmur. Onda cinsi pozğunluqlar da buradan irəli gəlir. Bizdə kodlaşma dəyişir. Kişini elə böyütmək lazımdır ki, o himayə edici bir iqlimdə böyüsün. O ədalətin mühafizəçisidir. O canını fəda etməkdən çəkinməyəndir. Kişilik buna görə dəyərləndirilir. Düşmən çəpəridir, əskərdir o. Lazım gəlsə əlinə silah alıb gedəcək vətənini qorumağa. Lazım gəlsə ailəsini qoruyacaq. Biz qadını güclü eləməklə kişinin bu motivasiyasını əlindən alırıq. Qadın da onsuz da güclü olmur, yorulur bu işdə. Başa düşürsünüz? Və qadının gücü bəs nədir? Qadın nədə güclüdür? Bunu müqəddəs kitablarda deyirlər. Qadının gücü namusunu qorumaq qətiyyətidir. Mənə desələr, güclü qadın, hansı qadın? Namuslu qadın. Bugünkü həyatda, bu sınaqlı həyatda özünü qoruyan, namus hissini gücləndirən qadın dünyanın ən güclü qadınıdır əslində. Və o uşaqlarına, ailəsinə, ailəsindəki kişi fərdlərinə əvəz olunmaz bir qüdrət bəxş eləmiş olur. Onlara qanad verir.